Şamaxı rayonunun Çarhan kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə ötən gün axşam saatlarında baş verib. Renault və VAZ-2107 markalı avtomobillər toqquşub. Nəticədə 5 nəfər xəsarət alıb. Renault markalı avtomobilin sürücüsü 42 yaşlı Samir Bağırov, VAZ-2107 markalı avtomobilin sürücüsü Babalar Nəbiyev və VAZ-da olan sərnişinlər 31 yaşlı Sarvan Həmidov, 66 yaşlı Aydın İsrafilov və 41 yaşlı Elvin Nəbiyevdir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində araşdırmalar aparılır və yaralananların son vəziyyəti açıqlanıb. Təbibdən bildirilib ki, yol nəqliyyat hadisəsi nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Müayinə zamanı 1984-cü və 1993-cü il təvəllüdlü şəxslərə bud çanaq oynağının çıxığı, sirkə kasasının sınığı, diz qapağının qapalı sınığı və qabırğa sümüklərinin sınığı diaqnozları təyin edilib. Həmin şəxslər elmi tədqiqat, travmatologiya və ortopediya institutuna təxliyə olunublar. Digər 3 nəfər isə burnun əzilməsi, sağ qaş nahiyəsinin əzilmiş yarası və alında səthi sıyrıq diaqnozları qoyulub. Zəruri tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar deyə təbib belə bir məlumat yayıb.